Tərdə əzim, təzə koftan xoşuma gəldi. Əlbəttə ki, yox, xoşuma gəlmədi. Bu nə koftadır? Deşik-deşikdir. Hava keçəcək bunun altından. Qışlıq deyil axı. Ay, üstümdə olan son pulla sən bunu aldın ki, üşüməyəsən. Biraz pul yığardın, daha yaxşısını alardın. Gəl görüm. Mən yazıq. Buraya biraz az idim, yedim. Al ye, yarısını saxla, buradan bəri mən işləmişəm, mən yeyərəm. O qədər kasıbçılıqdır ki, yəni bir dənə dönəri ikimiz bölürük, həm də belə bir yerə gətirmisən məni. Hə. Gəl əzim, bu qabaqdır, bura çatdıq uje. Ayağım ağrıdı. Niyə piyada gedirik? Nə edim, metronun da qiyməti qalxıb. Necə gedim mən? Necə getməli? Bu nə aldığın yemək deyildi, nə apardığın yer deyildi. Bir dənə heç olmasa bunu normal elə. Sənin yaxşı fikrin varsa deyiləyək, az qalıb. Nə fikrim? Gedək göstərim. Gəl gedim, nədir? Heç nədən də başın çıxmır sən. Apar. Minəcək rahat gedəcək. Necə sürülür bu? Telefon ver, tətbiqi yükləyim. Apar tətbiqini yüklədim. Buradakı QR kodu oxudursan, hazır gedirsən. Özü də iki yerə bölünür. Biri elektrik, biri də sadə. Ürəyin hansı istəyir seç. Mən elektriki sürüm, mənim ayaqlarım ağrıyır. Gördüm, bir kuru qatdım, gəldim. Nə tər sürürəm? Velosiped də sürməyi bacarmırsan etsən. Nə edim, təyyarəmi sürüm? Bax əzim, bura da mənim məhəlləmdir. Necədir, xoşuma gəldi? Elə hiss olunur sənin məhəlləndə. Az qalıb binalar başımıza töküləcək. Vay, sənin başın getdi, Allah gücə. Hər şeyə deyil, susdum, buran susmayacağam. Bu Sovetskidir, məzələnsən sən, ən qəşəng məhəllə buradır. Heç cəhənnəm ola buradan, sən ağını çıxartdın.